At geçsin, onu doldurup dənəcinə qoymuşsan. Baxın da. Sirab özü təhqir elədi, təhqir olmuş sirədi onu. Götür da. Ay, nə at geçsin. Məndən sənə hədiyyə olsun. Deyəm çölə atarım. Sil də əlvi də. 24 saat əli yaş deyə. Evdən çıxdım, şəhərə düşdüm. Yadıma düşdü ki, mikrofonu götürməmişəm. Bir də buradan evə qayıtdım dənəcilər. O öyle tozu var. Qaqaş bir də moykiyə aparacaq. Sonra şişəni bağladı. Onun fərqində deyil, gör bu. O birazdan hiss edəcək. Hələ toz hələ çalır ona. Biz təmizdən beri. Dayı çiçeği yayır. Rənginə bax, Lamborghini. Vinil deyə o. 700. Vinil. Qəşəngdir. Mən demədim ki, vinil 4 dedim, rənginə bax. İnşallah Peyman söz verib ki, avqustda mənə PT-li eləyəcək. Hər gün məşq eləyəcək, 30 gün 30 gün personal trainerim olacaq. 30 gün ərzində olacam Schwarzenegger. 30 gün ərzində Azər hər gün kardiyo eləsən. Eləyərəm. Sən nə desən onu eləyəcəm. Eləməyən ağ... Sən videoda dedin. Söyüşlə. Hər şey var söyüşlə. O brand bilirsən də, yəni onsuz biləcəklər. Su yerinə qədər biplə. Əgər səndə uğurlu olsam, keçsəm əxiyə. Senzuradan kənardır. Ay, o ilə olan qalan şeydə yandırar, bədəni yandırar. Enləndirərəm, mən. Yandırar, evet. Ya, onun bədəni... Daha 4-5 kilo kökəldərəm, ən azı. Bunun bədəni o şeydir, o nə deyirlər, o natural body'yə nə deyirlər, o bədən çıxardılar. Kalitenix'dir, nədir, ondandır bununki. Onun bədənini pozma. Dəyiləşdirək, onu səhv ola bilər. Sən gəlin bir nəfər var, soruşun. Sən gələrsən mənim yanımda, bir iki dənə qanteli verərəm, sən də qaldırarsan. Məşq ayıdır da, avqust ayı bilsən. Yəni məşqə bax. İnşallah harda eləyəcəyik məşqi? Hara dedim? Məşqdən də alır. Məşqdən də alır. Uzaq yer olsun. Uzaq yer olsun ki, velosipedlə gəlim gələ bilim. Kubinka yaxşıdır. Kubinka gedə ya, nə olar? Bəlkə 28-də zalatsın, belə mentor. Mən orada qışqıracağam, onda narahat olmasın deyəsən. Ha, bu yenə keçdi burada, buna bax. Lamborghini yeri keçdi, bu bizi göstərir özün. Bax da özümlə maraqlanan yaxşı bir yer olsun. Mən qışqıranda döyməsinlər məni. Günə 1 saat kifayət eləyir. Tahir mənə vurur var. Gülmə. Bunu biabır eləyərəm sənə. Ağzını şey qaqardı, söndürəm. Gedin, ona görə çox izləyəm video. Mən də deyirəm, niyə çox izləyəm? Götür mənim YouTube videonu. Ayıq 2 nəfər atmışam. Sən 200 nə qədər? O bir videolarım 70 saat izlənir, 200 neçə izlənir. Nə qədər? Video axıra qədər izlənir bax ona görə. Partlatmışam. Video xası. Mən video 270 saat izlənir. Oradan rahat bir $1000 qazanc gələr mənə. Bir gün belə ara vermirəm də, hər gün paylaşım var. Hər gün. Bildiklər bağlamışam onun əlinə. Konkret fotoğrafın üstündə işləsən Asam, mən də məsələn bunun başa çıxmır da. Bu belə görürsən ki, savadsız adamdır. Mr. Beast-lə yarışacağam da gör. Gir bax mənim kanalıma. Kanalıma girməmək üçün hər şey elədi. Ya girirəm, hər gün girirəm də qardaş. Görürəm. Çayla nəyə savaşsın sən? Çayla. Sən də mənə şərh yazmısan, bloklayacağam. Mən vezməm. Gir like elə çıx da. Sən nə Niyə like eləyirsən ya? Yazırsan yaxşı bir şey yaz da. Gez də dedi ki, mənim voltda işə düzəldin. Bilmirəm, orada mənə söylərlər ki, niyə cəmaatı kömək eləmirsən. Bax indi 2 dəqiqə hazırlayacağam. Özümü yormadım da prompt verəndə. YouTube üçün qabaq fotosu hazırladılar. Göy yolda dava düşüb. Kimət və söhbət düşsün. Allah yoxsa 5 dəqiqədə 3 dəqiqə hazırlayır. Deyir ki, hazırladı. Template. Ya, short mod da var Bu ona görə. hazırladığına bax. Bunun hazırladığı şəklə bax, bayaqdan tərifləyir mənə. Allah mən də bir hazırlamazsan sən bəxtibazsın. Yox, mənə tərifləyir. Sən bəxtibazsın. Hasan başlayaq biz. Bu nəyinə çəkəcəyik Azər? Bax mənim videolarım. Bax mənim kanalıma bir dənə şeylərinə bax. Hava yaman buludlu deyə yağacaq deyəsən. Amma yağış göstərmirdi. Ay, yağır. Yağır amma güclü yağmaz məncə. Çünki yağış göstərməyibsə güclü yağış inanmıram. Sabaha amma yağış səhərə göstərir. Səhər də mən üzməyə getməliyəm. Yəqin ki, velosipedlə gedə bilməyəcəm. Oradan düz gedək. Hippo Baby-də sifariş götürdüm. Telefon qoyum cibimə. Məndə telefon biraz ekran sınıqdı deyə. Bu ekran sınıqdı öyle bütün hər yeri sınıqdı bu telefonun. Sadəcə iş üçün işlədirəm deyə onsuz da çox da dəyişməyə həvəsim yoxdur. İndi nə vaxt ki tam gördüm ki o deyil, dəyişəcəm. Belə hələ ki işlədirəm də. Ümumiyyətlə mən telefonu həyatımda çox yer tutmur deyə telefon. Telefonu dəyişməyə o qədər də əhəmiyyət vermirəm. Görürsən buradan bunlar nə etmək istəyirlər. Belə yerlərdə biraz ehtiyatlı olmaq lazımdır. Çünki bir də görürsən çox sıxlıq olanda maşın arxaya vermək istəyir. Gedib sən də diriyirsən maşının düz arxa şeyinə, gəlir dəyirsən heç. Yəni baxmamış, isbat eləyə bilmirsən də ki, siqnal zad verəsən ki, gəlməsin. Ona görə belə yerlərdən ki, biraz az da olsa məsafə qoymaq yaxşıdır.
Əməlicə yağışa düşdü ya. Nəhayət. Biz buradan sağa dönəcəyik. Əgər imkan versələr bu inşallah arxa-arxaya gəlməz. Qoy görək hələ nə qədər yağacaq. Bu tempdə yağsa işləyərəm. Bu tempdə yağsa elə güclü yağmır aslında. Amma güclənsə yəqin ki işləmərəm. Sunkam da yağış sunkası deyil. Yağışa davamlı deyil, ona görə sərf eləməz işləmək. Sabah xeyir. 333 hazırdır. Keç axıra kimi tamamla yolu, keç səkiyə, ondan sonra nə qədər istəyirsən söhbət elə. Gəlir düz yolun ortasında dayanır, başlayır söhbət eləməyə. Görür də, yəni gəldiyi biri var yol boş ola, heç yol boş olsa belə. Yəni tamamla da yolu o da, bu yolun ortasında dayanıb söhbət edirlər. Bütün fəsilləri yaşadıq bu yay ayında. Vizorum nə gündədir ha, bütün ləkə deyə bunu. Gərək çatanda bir dənə silim bunu. Ləkədən qabağımı görmürəm. 903. Bir tərəfdən yağış yağır, bir tərəfdən günəş çıxır. Günəş çıxsa yəqin ki dayanacaq yağış. Normalda elə olur. Aparırıq sifarişimizi deməli Bağçalı evlərə. Bağçalı evlərdə bu Azadlıq prospekti tərəfdə yerləşir. Asan xidmətin arxa tərəfində. Aparaq ora sifarişimizi verək. Dən gör mikrofon işləyir, hə işləyir. Bir də görsən mikrofonu qoşmuram, yadımdan çıxır. Elə danışıram öz-özümə, səs də getmir. Boş yerə elə danışıram. Elə normalda da onsuz da mən yəni heç kameranı qoşmasam belə öz-özümə danışıram yolda. Çox öz-özümə danışan adamam. İstər yolda, istər. Bir də görsən çənəm qızışır özümlə. Öz-özümlə başlayıram danışmağa. Nə etmək istəyirəm? Sola da dönmür. Bunun qabağına keçək. Öz apasına damdı. Buna bax, sol zolaqdan sağa dönmək istəyir. Qardaş, keç sağ tərəfə də əgər sola dönəcəksənsə, sağa dönəcəksənsə. Heç gələ deyənək burada. Buradan sola dönək. Buranın piyada keçidi silinib yerdə. Xətləməni də təzələyiblər, piyada keçidini təzələməyiblər. Elə əsas piyada keçididir də. Nə yazıb? Aşağıda komendant açacaq. B blok 14. Amma motoru yığılmırdı Azadın yanında. Yo. Demin də 28-29 min olmalıdır. Yavaş vurmuşdu kişini. Kişi də elə pis yerdən keçdi ki, geriyə dönən adam həmişə arxasına baxır da, qabağına baxmır. Yaxşı qurtardı yenə. Buranın da yolların bir dənə təzə asfalt çəkmirlər ki, rahat gedək. Keşdə dayda, Allah saxlamış. Gözləyir ki, gedim yağmaya düşüm. Burada saxlasaq olar görəsən. Liftə girdin, liftə kartlanıymış. İndi görə hara qalxırıq. Kartınız var? Mən də 17-də qalxardım. 17'ye? 14'de də. Saçtım ya. He yaxşı. Nasıl bakalım nömrəsini götürmüsən? Götür, gəl götür. Sən gəl. Düşəndə söyləyərsiz. 14'ü mən sizə verəm. Sağ ol. Aparaq Gəncəyə sifarişimizi çatdıraq. Külək güclənir yavaş-yavaş deyəsən. Ora səndə ancaq solaymış yerdəki xətləmə. Sonra mən elə bilirəm düzünə getmək olar oradan. Amma təkrarlanan xətlənmə deyil idi deyə məncə cərimə yaza bilməzdi. Çünki mən çatanda görürəm oradan ki ancaq sola göstərir. Normalda ən azı bir bildiyim qədərini 3 dəfə təkrarlanmalıdır ki, yaxınlaşdıqca görəsən və ya nişan olmalıdır. Buranın da təmiri bitmək bilmir. Uy, qum bütün tostları elədi məni. Görə sıxır məni.
Nəyə siqnal verirsən? Bax, gedirəm də. Yananda ayağımı atdım, skorsu dəyişim, siqnal verdi. Elə bir ki, əllərini bağlayıblar siqnala. Hatta kurtka ilə işləyir qardaş. Damcı küləyi var da, hava yenə istidir. İyul ayında kurtka geyinir kuryerlər.